Dövrümüzün tanınmış Quran müfəssirlərindən sayılan Abdullah Cavadi, İslam aləminin görkəmli Quran mütəxəssislərindən olan müəllimi Əllamə Məhəmməd Hüseyn Təbətəbai Təbrizi haqqında deyir. Bir gün Əllamə Təbətəbainin yanında Quranı anlamaqdan söhbət düşdü. O buyurdu: Quranın 4 mənası var və hər kəs onlardan öz qəlbinin saflığı qədər pay alır. Sonra izah etdi. Birinci, Quranın zahiridir. Hər kəsin anladığı söz və lüğət mənasıdır. Məsələn, zahiri hökmlər və hekayələr. İkinci, Quranın elmi mənasıdır. Fiqh, təfsir və İslami elmlərlə məşğul olan, ictihad vasitələri ilə ayələrə yanaşanlar üçün olan mənadır. Üçüncü, Quranın qəlbi mənasıdır. Qəlb əhlinin və nəfsini saflaşdırmaqla yaşayanların əldə etdiyi paydır. Bu məna ağıl təhlilindən daha yüksəkdir və qəlbi şühud vasitəsilə əldə edilir. Dördüncü, Quranın sirli mənasıdır. Allahın xüsusi qullarının və onun vəlilərinin faydalandığı mərtəbədir. Quranın bütün həqiqətləri ilə onların canında hazır olduğu yerdir. Əllamə əlavə etdi. Hər kəsin bu mərtəbələrdən payı yalnız elmə və ya dilə sahib olmaqla yox, öz nəfsinin paklığı və tərbiyə edilməsi qədərdir.